Hər vaxtınız xeyir əziz izləyicilər. Agentliyimiz tərəfindən həyata keçirilən işlərin qısa icmalını diqqətinizə çatdırıram. Cəlilabad rayonunda Sərhədabad, Əliyabad, Zəhmətabad, Soltankənd marşrutu üzrə avtomobil yolunun yenidən qurulması davam etdirilir. Ümumi uzunluğu 18 kilometr olan layihə 7 mindən artıq əhalinin yaşadığı 9 yaşayış məntəqəsini əhatə edir. Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində paytaxt ərazisində təmir işləri davam etdirilir. Görülən tədbirlər nəticəsində artıq 24 yol sahəsindən 9-unda təmir işləri icra olunaraq yekunlaşdırılıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində əməkdaşların fövqəladə hallar zamanı düzgün və operativ davranış bacarıqlarının artırılması məqsədilə yanğın təhlükəsizliyi və fövqəladə hallarla bağlı maarifləndirici təlim keçirilib. Qaradağ rayonunun 3 fərqli yol sahəsində yeni avtomobil körpülərinin tikintisi davam etdirilir. Yeni körpülər istismara verildikdən sonra bu yol sahələrində nəqliyyatın daha rahat və təhlükəsiz hərəkəti təmin olunacaq. Agentlikdə idarə heyətinin 2026-cı ilin birinci yarım ilinin yekunlarına və qarşıdakı dövr üzrə prioritet vəzifələrə həsr olunmuş onlayn iclası keçirilib. İclasda hesabat dövrünün nəticələri qiymətləndirilib, qarşıdakı dövr üzrə əsas fəaliyyət istiqamətləri müəyyənləşdirilib. İdarə heyətinin sədri Vüsal Nəsirli iyul ayının 24-də Şuşada vətəndaşları qəbul edəcək. Qəbul zamanı Şuşa, Xankəndi, Xocalı və Ağdərə rayonlarının sakinlərinin müraciətləri dinləniləcək. Bugünlük bu qədər. Növbəti icmalda görüşənədək yolunuz açıq və təhlükəsiz olsun.